Salam qızlar, hər vaxtınız xeyir olsun. Necəsiz? Qızlar, bugün anacıra gəldim. Nuggets hazırlamaq istədim və başladım hazırlamağa. Qızlar, keçən dəfə videoda paylaşmışdım nuggets videosu. Özüm hazırlamamışdım, amma dadını bəyəndim deyə dedim sizlərlə də paylaşım. Və bu hazırladığım nuggetsi də çox bəyəndim. Dadı qəşəngdir və ketçupla da dadlı idi. Əslində elə də nugget sevən deyiləm, amma yenə də hazırlamaq istədim. Dadı da yaxşı idi. Və bu formada uzun doğrayıram. Qızlar, hər hansı bir filedən yemək hazırlayanda çox buzu ərimiş istifadə eləmirəm. Biraz bərk olanda, don olanda daha rahat kəsmək olur, doğramaq olur. Və qızlar, başlayırıq qarışımı hazırlamağa. 1 stəkan və 1 stəkanın yarısı qədər un əlavə edirik qabımıza. Daha sonra isə şirin toz qırmızı biber əlavə edirik. 1 çay qaşığı və 1 çay qaşığı da duz əlavə edirik. Daha sonra isə 1 çay qaşığı da sarı kök əlavə edirik. Və 2 dənə də yumurta. Və bundan sonra isə tyorkadan sarımsağı keçiririk. Və başlayırıq qarışdırmağa. Və sonradan yadıma düşür ki, 1 stəkan suda tökməli idim. Bu arada istifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. Qızlar, biraz duru olmalıdır. Ona görə yumurta da kənd yumurtası olduğu üçün balacaydı. Ona görə də qarışım qatı alındı. Bunun üçün də əlavə yarım stəkan su əlavə elədim. Və sonra düşündüm ki, yarım stəkan əlavə su tökdüm deyə qarışıma dadsız olmasın deyə bayaqki ədviyyatları çay qaşığının yarısı ilə yenidən əlavə elədim. Şirin toz qırmızı biber, sarı kök, duz, çay qaşığının yarısı qədər əlavə elədim və qarışdırdım. Və daha sonra isə doğradığımız fileləri bu qarışıma əlavə edirik. Və başlayırıq yaxşı-yaxşı qarışdırmağa. File bu qarışımı canına yaxşı çəksin deyə 1-2 saat bu qarışımın içərisində saxlayırıq. Və qızlar, qazançanı qoyuruq qazın üzərinə, yağı tökürük və
Yağ yaxşı isinəndə fileləri vururuq qəşəng una, o üzdü bu üzdü. Daha sonra isə bu yağın içərisinə əlavə edirik. Bu formada. Və qızlar, beləcə nagetsimiz hazırdır. Dadı da çox gözəl idi. Ketçupla dadsaz məncə daha çox bəyənərsiniz. Video bu qədər. Çox sağ olun baxdığınız üçün. Zəhmət olmasa kanala abunə olun ki, yeni videolardan xəbərdar olasınız. Yeni gözəl videolar sizi gözləyir. Fikirlərinizi rəydə bildirə bilərsiniz. Videonu like edin. Çox sağ olun. Hələlik.